Aslan Artma kənd sakini sahibkar Məhərrəm Fəxrəddin Rızaqulu oğlu. Bu il keçən illərlə müqayisədə mən çalışıyorum deyim ki, məhsulları çox yüksək səviyyə olub. Harasa hər hektarından 35-40 sentlik bir məhsul əldə eləmişik. Artıq demək biçinə start verilib. Avqust ayının birindən inşallah bu ayın axırına qədər. Ola bilər ki, sentyabr ayında bu biçin davam eləsin və bu qurudulur. 3 gündən sonra bu dəyirmana aparılır. Bizim burada Artma kəndində emal müəssisəmiz var. Demək bu tam qurulandan sonra aparılır burada və o emal müəssisəsində o demək ki 3 növə ayrılır. Yəni ki o 1, 2, 3 növə ayrılır. Bu yəni orada bir sexdə bu tam hazırlandıqdan sonra o məhsulu biz demək ki istifadə edirik. Yəni ki bu bizim rozimizdir bu və bu bizim ailə büdcəmizə gəlir gətirən bir sahədir bu. Hardasa demək ki mən bu hektara yaxın demək ki məhsul əkmişəm mən hər hektarından və bu il mən sizə açıq deyim ki demək məhsulları bu il keçən illərə müqayisədə çox yüksək səviyyədə olub. Hektarından 35-40 sentinir. 45 sentinir biz demək məhsul götürmüşük və demək biçin davam edir. Özə bu demək biz bu biçini uyğunlaşdırmış texnika ilə, yəni ki İtalyan modelli texnika ilə bu demək biz bunu biçirik itkisiz. Satış qiymətini indi buna satış demək ki 4 manat 50 qəpikdən 5 manata kimi satış qiyməti var və bunun növləri də var. Mehman Gülü. Deməli bizim dəyirmanımız müasir tələblərə cavab verən ən yaxşı dəyirmanlardan biridir. Gün ərzində dəyirman hardasa 40-50 ton çəltik uyuda bilir. Demək qabiliyyətinə malikdir. Artma kəndinin zəhmət adamları əsasən Haşimi toxumu deyilən toxumdan əsasən əkilir. Haşimi təndən başqa bizdə sədri, tarım və başqa toxumlar da əlavə. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan əhalisinin əksəriyyəti Haşimi toxumuna üstünlük verirlər, gəlirlər, dəyirmandan alırlar. Dəyirmanımız deməli belədir, qurutma sexi var idi. Qurutma sexində müəyyən temperatur veriləndən sonra həmin aparat vasitəsilə gəlir, tökülür bura. Sonra birinci uyutma sexi, sonra ikinci uyutma sexinə keçir. Satışda heç bir problem yoxdur. Onlar seplidirlər. Onlar batmırlar. Balot mu deyirlər? Para ya. Burada spesial şeyler var. Kum kendi. Burada çekilir, bu doğru. Allah ki, araya mayılıyor. Bunu sana sevdim, sana sevdim. İlham Rəfiyev, Astara Daimin bitkiçilik sektorunun müdiri. Rayonumuzun ərazisində 253,55 hektar ərazidə
çəltik bitkisi əkilmişdir. Bir ərazidə artıq avqust ayında biçinə başlamışıq. 10 gün olar ki, biçin davam edir. Biçin dövründə bir 20 hektara qədər ərazi biçilmişdir. Hektardan məhsuldarlığımız 41 sentner olmuş indiyədək və bundan daha çox yüksək məhsul götürməlimiz gözlənilir. Ən çox Haşimi, Apolla, Sədri, Qaradüyü, borç sortları əkilib. Biçilən məhsul əvvəlcə qurudulur, sonra isə sexlərə emal üçün sexlərə aparılır və emal olduqdan sonra da satışa göndərilir.